Ayətullah Xamneyinin tərcümeyi halı. Ayətullah Seyyid Əli Xameneyi Hicri Şəmsi təqvimi ilə 1318-ci ildə Tir ayının 24-də müqəddəs Məşhəd şəhərində dünyaya gəlmişdir. O, mərhum Hüccətül İslam vəl Müslimin Hacı Seyyid Cavad Hüseynin övladı və ailənin ikinci oğlu idi. Seyyid Cavad Xameneyi digər İslam alimləri kimi çox sadə həyat tərzi keçirmişdir. Onun həyat yoldaşı və övladları da qənaətlə keçinib, sadə yaşamağı ondan öyrənmişlər. O, ailəsinin vəziyyəti haqqında söylədiyi xatirələrdən birində belə demişdir. Atamın məşhur ruhani olmasına baxmayaraq, sadə və yoxsul yaşayırdıq. Bəzən evimizdə şam yeməyi olmadığından anam bizə kişmişlə çörək yedizdirərdi. Seyyid Cavadın yaşadığı evin vəziyyətini Ayətullah Xameneyi belə vəsf edir. Doğulduğum ev Məşhədin yoxsul bir məhəlləsində yerləşirdi. Ev 60-70 metrlik bir otaq və qaranlıq bir zirzəmidən ibarət idi. Atamın yanına qonaqlar gəldiyi zaman onlar gedənə kimi hamımız zirzəmidə qalardıq. Atama rəğbəti olan bir neçə nəfər evimizin kənarında kiçik bir yer alaraq evimizə əlavə etdilər. Bununla da evimiz genişlənərək 3 otaqlı oldu. Ayətullah Xameneyi uşaq yaşlarından sırf İslami tərbiyə ilə böyümüşdür. 4 yaşında olarkən böyük qardaşı Seyyid Məhəmməd ilə birlikdə Qur'an və əlifbanı öyrənmişdir. Sonra hər iki qardaş yeni təsis edilmiş Darut Təlim-i Diyanəti adlı dini mədrəsəyə qəbul olmuş və ibtidai təhsil dövrünü bu mədrəsədə başa vurmuşlar. Ayətullah Xameneyi orta məktəbdə oxuduğu vaxtlardan Camiül Müqəddəmat kitabını, sərf və nəf elmini öyrənməyə başlamışdır. Sonralar hövzəyə qəbul olub atasından və başqa din ustadlarından ərəb dilini öyrənmişdir. O, elmiyyə hövzəsinə daxil olmağının və ruhaniyyət yolunu seçməyinin əsas hədəfini belə açıqlayır. Bu nurani yolu seçməyimin səbəbi atamın ruhani olması idi. Anam da məni buna təşviq etmiş və həvəsləndirmişdir. O, ərəb dilini atasının nəzarəti altında Süleyman xan və Nəvvab mədrəsələrinin müəllimləri yanında Camiül Müqəddimat, Siyuti, Muğni və sair kitablardan öyrənmişdir. Beləliklə, Ayətullah Xameneyi ruhani təhsilinin ilk mərhələlərini təəccüb edəcək qədər çox qısa bir vaxtda, 5 il yarım müddətində başa vurmuşdur. Bu mərhələdə oğlunun irəliləyişində və müvəffəqiyyətində mərhum atası Seyyid Cavadın böyük rolu olmuşdur. Ayətullah Xameneyi məntiq və fəlsəfə elmlərini Mənzume-i Səbzivaridən əvvəlcə mərhum Ayətullah Mirzə Cavad Tehraninin yanında, sonralar isə mərhum Şeyx Rıza İsadan öyrənmişdir. Ayətullah Xameneyi 18 yaşlarında Məşhəddə olarkən yüksək dərəcəli fiqh və üsul elmlərinə daha dərindən yiyələnmək üçün mərhum Ayətullah Üzmə Milaninin yanında dərsə başlamışdır. 1336-cı ildə müqəddəs məzarları ziyarət etmək məqsədi ilə Nəcəf şəhərinə yollanmışdır. Nəcəf hövzəsində olarkən müstəhidlərin dərsində, o cümlədən mərhum Seyyid Möhsün Həkim, Seyyid Məhmud Şəhrudi, Mirzə Baqir Zəncani, Seyyid Yəhyə Yəzdi kimi alimlərin dərslərində iştirak etmiş və oranın təhsil sistemini çox bəyənmişdir. Amma atasının razılığı olmadığından Nəcəf elmiyyə hövzəsində təhsilini davam etdirəməmiş və bir müddətdən sonra Məşhədə qayıtmışdır. Ayətullah Xameneyi 1337-ci, 1343-cü illərdə Qum elmiyyə hövzəsində fiqh, üsul və fəlsəfə elmlərinə ən yüksək səviyyədə yiyələnmiş. Mərhum Ayətullah Üzmə Burucerdi, İmam Xomeyni, Şeyx Murtəzə Hayri Yəzdi və Əllamə Təbətavai kimi böyük ustadlardan bəhrələnmişdir. 1343-cü ildə isə atası keçirdiyi göz xəstəliyindən görmə qabiliyyətini itirir.
Bu səbəbdən Ayətullah Xameneyi təhsilini yarıda qoyub Məşhədə qayıtmalı olur. O bu barədə belə deyir: Məşhədə qayıtdım. Allah Taala müvəffəqiyyətimi daha da artırdı. Çünki Məşhədə qayıtmaqla boynumda olan vəzifəni yerinə yetirmiş oldum. Mənim fikrimcə həyatda qazandığım hər bir uğur ata-anama etdiyim xidmətin bəhrəsidir. Ayətullah Xameneyi iki yol arasında qalmışdır. Qumda qalıb təhsil almaq və ya Məşhədə dönüb görmə qabiliyyətini itirmiş atasına xidmət etmək. Amma o Məşhədə qayıtmaqla doğru yolu seçmiş oldu. Bəzi ustadlar və tanışlar onun hövzəni yarıda qoyub tərk etməsinə təəssüf edirdilər. Çünki qalası idi, gələcək üçün daha çox şey əldə edəcəyini güman edirdilər. Amma onun nə qədər düzgün yol seçdiyini zaman göstərdi. Belə ki, Allah Taala ona ətrafındakıların güman etdiyindən daha uğurlu həyat nəsib etdi. Allah rizası və ata-anasına xidmət üçün təhsilini yarıda qoyub qumdan Məşhədə gələn 25 yaşlı bu istedadlı gənc oğlanın 25 il sonra müsəlmanların rəhbərlik məqamına çatacağına kim inanardı? O Məşhəddə olduğu zaman dərs oxumaqdan əl çəkmir. 1347-ci ilədək rəsmi şəkildə fiqh və üsul dərslərini Ayətullah Milani kimi böyük ustadlardan öyrənirdi. Təhsil almaqla yanaşı 1343-cü ildən fiqh, üsul və digər İslam elmlərini cavan tələbələrə tədris edir və həmçinin xəstə atasına da yetişirdi. Ayətullah Xameneyi özünün dediyi kimi İmam Xomeynin siyasətçi və inqilabçı şagirdlərindən idi. Siyasət və mübarizlik ruhunu ilk dəfə şəhid Seyyid Müctəba Nəvvabi Səfəvidən almışdır. 1331-ci ildə Nəvvab Səfəvi bir qrup İslam fədakarları ilə Məşhəd şəhərinə gəlib Süleyman xan mədrəsəsində İslam dirçəlişi və dini dövlət, şah və ingilislərin İran millətinə etdiyi fırıldaqlar mövzularında etdiyi həyəcan dolu məruzələri ilə onun kimi gənclərə mübarizlik hisslərini aşılamışdı. O zamanlar Ayətullah Xameneyi Süleyman xan mədrəsəsinin cavan tələbələrindən idi. O şəhid Nəvvabı belə xatırlayır: Həmin vaxtlar İslami inqilab fikrini bizdə Nəvvab yaratmışdır və heç şübhə yoxdur ki, İlk inqilab alovunu da bizim qəlbimizdə elə mərhum Nəvvab yandırdı. Ayətullah Xameneyi 1341-ci ildə Qum şəhərində məskunlaşmışdır. Bu dövrlərdə İmam Xomeyni Məhəmməd Rıza Şah Pəhləvinin qeyri-İslami və Amerikapərəst siyasətinə qarşı etiraza başlamışdı. Ayətullah Xameneyi 16 il İmam Xomeyni ilə çiyin-çiyinə mübarizə meydanlarında iştirak edir. İşgəncə, sürgün və zindanda olduğu vaxtlarda da mübarizədən yorulmur. Bu yolda başına gələcək heç bir təhlükədən qorxmurdu. İlk dəfə o, 1383-cü ilin Məhərrəm ayında İmam Xomeynin müraciətini, xüsusilə Məhərrəm ayındakı təbliğat proqramını, Şahın Amerika siyasətini, İranın acınacaqlı vəziyyətini ifşa etmək yollarını Ayətullah Milani və digər Xorasan alimlərinə çatdırmaq üçün ezam olundu. Bu müraciəti çatdırdıqdan sonra Bircənd şəhərinə yollandı və orada imamın göstərişinə əsasən Amerika və Şah rejimini ifşa etməklə məşğul oldu. Bu səbəbdən Məhərrəm ayının 9-u tutularaq bir gecəlik həbsxanada saxlanıldı. Lakin səhəri gün minbərə çıxmamaq və nəzarət altında qalmaq şərti ilə azadlığa buraxıldı. Qanlı 15 Xordad hadisələrindən sonra yenidən həbs edilərək Bircənddən Məşhəd şəhərinə gətirildi və 10 gün müddətində ən ağır şəraitdə işgəncə və əziyyətlərə məruz qalaraq həbsxanada saxlanıldı. 1383-cü ilin Ramazan ayında Ayətullah Xameneyi bir neçə dostu ilə birlikdə nəzərdə tutduqları proqrama əsasən Kerman şəhərinə yola düşdülər. 2-3 gün Kermanda qalıb minbərdə məruzələr etdilər. Şəhərin alim və tələbələri ilə görüşdükdən sonra Zahidan şəhərinə yollandılar.
Onların xüsusilə 6 bəhmən şahın saxta referendum və seçki ildönümü günü ərəfəsində etdikləri çıxışlar cəmaət tərəfindən rəğbətlə qarşılandı. Ramazan ayının 15-də İmam Həsənin mövludu günü Pəhləvi rejiminin şeytani siyasətinin ifşası və inqilab həyəcanı ən yüksək zirvəsinə çatmışdı. Onları gecə yarı həbs edərək təyyarə ilə Tehrana gətirdilər. Rəhbər 2 aya yaxın Qızılqala həbsxanasında bir nəfərlik kamerada saxlanılaraq ağlasığmaz işgəncələrə məruz qaldı. Tehran və Məşhəddə Ayətullah Xamneyinin keçdiyi təfsir, hədis və digər İslami dərslər cavan nəsil tərəfindən böyük həvəslə qarşılanırdı. Bu fəaliyyətlər ölkənin Təhlükəsizlik Komitəsinin narahatlığına səbəb olduğundan onu daim təqib edirdilər. 1345-ci ildə Tehranda bir il müddətində məxfi yaşamasına baxmayaraq, 1346-cı ildə tutularaq yenidən həbs olunur. Azadlığa buraxıldıqdan sonra fəaliyyətini davam etdirib, yığıncaqlar təşkil edirdi. 1349-cu ildə isə növbəti dəfə Pəhləvi tərəfindən həbs olunur. Ayətullah Xamneyi özünün 5-ci dəfə həbs olunması haqqında belə yazır. 48-ci ildə İranda silahlı hərəkatın başlanacağı hiss olunurdu. Bu cərəyanların mənimlə əlaqədar olduğunu düşünüb, mənə qarşı daha sərt mövqedə dayandılar. 50-ci ildə 5-ci dəfə həbs olundum. Mənim Tehran və Məşhəddəki təbliğ və fikirlərimin bu cərəyanlardan uzaq olduğuna heç cür inanmırdılar. Azadlığa buraxıldıqdan sonra elmi fəaliyyətim genişlənir, təfsir və məxfi keçdiyim ideoloji dərslər daha da artırdı. 1356-cı ildə Ayətullah Xamneyi cinayətkar Pəhləvi rejimi tərəfindən 3 il müddətinə İran şəhrə sürgün edilir. 1357-ci ilin ortalarında o, İran millətinin mübarizəsi nəticəsində sürgündən azad edilərək müqəddəs Məşhəd şəhərinə qayıdır və yenidən qan içən Pəhləvi rejiminə qarşı mübarizələrin ön sıralarında yer alır. 15 illik gərgin mübarizə və mücadilədən sonra nəhayət bir gün bütün bu əziyyətlər sona çatır və zülmkar Pəhləvi dövləti devrilərək İranda böyük İslam inqilabı qələbə çalır. İslam inqilabı ərəfəsində İmam Xomeynin Parisdən Tehrana gəlişindən bir qədər əvvəl Şəhid Mütəhərri, Şəhid Behişti, Haşimi Rəfsəncani və sair böyük şəxsiyyətlərin iştirakı ilə İslam İnqilabı Şurası təşkil olunur. Ayətullah Xamneyi də imamın göstərişi ilə bu şuraya üzv seçilir. İmamın müraciəti Şəhid Mütəhərri vasitəsilə Ayətullah Xamneyiyə çatdırıldıqdan sonra o Məşhəddən Tehrana yola düşür. İslam inqilabının qələbəsindən sonra bu inqilabın binasını daha da möhkəmlətmək üçün Ayətullah Xamneyi İslam yolundakı çalışmalarını səngitmir, zamanın tələbinə uyğun müxtəlif fəaliyyətlər göstərirdi. O cümlədən 1357-ci ilin İsfənd ayında Şəhid Behişti, Şəhid Bahunər, Haşimi Rəfsəncani kimi böyük alimlərlə birlikdə İslam Cumhuriyyəti Partiyasının bünövrəsini qoymuşdur. 1358-ci ildə Müdafiə Nazirliyində muavin vəzifəsində işləmişdir. 1358-ci ildə İslam İnqilabı Mühafizçiləri dəstəsinin baş komandanı olmuşdur. 1358-ci ildə Tehranın İmam Cüməsi olmuşdur. 1359-cu ildə Ali Müdafiə Şurasında İmam Xomeyninin nümayəndəsi olmuşdur. 1358-ci ildə Milli Məclisdə Tehran cəmaəti tərəfindən millət vəkili seçilmişdi. 1359-cu ildə Amerikanın və keçmiş Sovet İttifaqının İraqa dəstəyi ilə başlanan İran-İraq müharibəsində fəal iştirak etmişdir. 1360-cı ilin Tir ayının 6-sında Tehranın Əbu Zər məscidində münafiqlər tərəfindən törədilmiş uğursuz terror nəticəsində yaralanmışdır.
İranın ikinci prezidenti Məhəmməd Əli Rəcainin şəhadətindən sonra 1360-cı ilin mehr ayında 16 milyondan artıq səs toplamaqla İran İslam Respublikasının prezidenti seçilmişdir. İlk prezidentlik müddəti qurtardıqdan sonra 1364-cü ildə yenidən prezident seçilərək 1368-ci ilə qədər öz vəzifəsini davam etdirmişdir. 1360-cı ildə Mədəniyyət İnqilabı Şurasının başçısı olmuşdur. 1366-cı ildə qurum mənafeyini müəyyənləşdirən təşkilatın rəhbəri olmuşdur. 1368-ci ildə İran İslam Respublikasının Konstitusiyaya əlavələr şurasına başçılıq etmişdir. İran İnqilabının lideri İmam Xomeynin vəfatından sonra 1368-ci ilin Xordad ayının 14-də Xobreqan Məclisi tərəfindən ümmətin vilayət-i fəqih və rəhbərlik vəzifəsinə seçilmişdir. Nəhayət 1404-cü ildə 87 yaşında düşmənin xaincəsinə saldırısından sonra Ramazan ayında oruc ikən şəhadət şərbətini içərək əbədiyyətə qovuşdu.